leylək kimi tək qalmışam yuvada. Qocalıq basıbdı, ölüm çatıbdı. Mən mi qocalmışam, yazamıram. Deməklə ki, qocalıbsan, dərdini tək ağlama. Anadan olmuşam Amasya rayonunun Quzu kəndində. Hələ erməni-müsəlman davası yox idi. 2 il qabaq gəldi. Oğlum gəldi, baba dedi, qocalışlar. Texnika ağırdı, işləyə bilməzsək. Gəl bir yerə yığılaq. Gəldik, bax, bu damları aldıq. Remont da elədik, şükür Allahın cəlalına. Amasyanı necə xatırlayırsınız? Amasyanı vətəndir da. Vətəndir. Bircə özümüzün o kəndin, o gözəl bulaqlarından bircə əsgədən su içəm, ölən dağdımanım qalmaz. Elə sular. Bir iskətəni, bir qızıl idi. Vallahi. O dağlar ki, indi gözüm qabağından belə gəlib adlayır. O dağlar yadına düşəndə insan ancaq olmasa xarab olur da. Vətəndir. Neçənci ildə olmuşsunuz Şuşada? Elə bilirəm gözümün qabağındadır. Elə bilirəm, bax, gün indi belə dururam da, elə bilirəm sənin dalındakı ulusalar Şuşanın ulusasıdır. Orada əsgərlikdə oldum. O şəkili mən orada Şuşada çəkdirdim. 50 İncildən buraya qədər hələ mən onu saxlayıram. İndi hesab elə 76 İncilə keçdi, o şəkili saxlayıram. Orada otururam, hər nəyim olsa ölçüsünü alıram. Bu da Bulqarka. İşləyir. Hava qızır, boş olanda düzəldirəm. Bunları düzəldirəm, verirəm, o bu götürür. Budura hər şey, instrument burada yanımdadır. Nə bilim, evdə nə qırılsa onları. Aha. Qara zurnalar. Aha. Bu, onun milləri. Aha. Ah. Daha qocayam. Axı ciyar gətirməz ki, onu sürəm.